Dinləyicilər, hər vaxtınız xeyir olsun. Mən Rusiya mövzusu ilə bağlı əsas məqamları qeyd edəcəm. Burada dərindən dərsi izah etmirik biz, köklü şəkildə izah etmirik. Qəbul imtahanına gedəcək abituriyentlər üçün Rusiya mövzusu ilə bağlı nə lazımdırsa, həmin məqamlar qeyd olunmuşdur. Düzdür, bu PDF-dən sertifikasiya hazırlaşan müəllimlər də istifadə edə bilər. Amma MİQ-ə hazırlaşan müəllimlər artıq daha köklü şəkildə, dərindən bütün demək olar ki, cümlələri oxumalıdırlar. Hər bir cümləni, kitabda göstərilən hər bir cümləni oxumalıdırlar. Gəlin indi Rusiya mövzusu ilə bağlı PDF-ə diqqət yetirək. Bu PDF cəmi 1, 2, 3 və 4 səhifədən ibarətdir. Və hardasa sizin öz kitabınızda isə 20 səhifəyə yaxındır bu mövzu. Düşünürəm ki, bu cür qısalmış şəkildə oxusaz, son günlərdə sizə köməkliyimiz dəyə bilər və yaxud da ki, bu PDF-lər sizə hər hansı bir faydası toxuna bilər. Rusiyada Romanovlar sülaləsindən danışırıq. İlk öncə 1613-dən 1917-ci ilə qədər hakimiyyətdə olmuşdu. Burada bizim əsas qeyd edəcəyimiz məqamlardan biri 17-ci əsrdə sənaye kapitalizmin ilkin mərhələsi ümumi xırda əmtə istehsalıdır. Bu kitabda qara-qara yazılmışdı hərflərlə. Bu hissəni yadda saxlayın ki, kapitalizmin ilkin mərhələsi xırda əmtə istehsalı hesab edilir. Xırda əmtə istehsalı zamanında muzlu əməkdən istifadə edirdilər və bu xüsusiyyətlər burjuva xarakteri daşıyır. Və bu dövrdə əcnəbilər tərəfindən ilk manufakturalar yaradıldı və yerli tacirlər və boyalılar da manufakturalar yaradırdılar. Manufakturanda əsas istehsalçı qüvvəsi muzlu işçilər və təhkimçi kəndləri idi. 17-ci əsrdə Avropa ölkələrində kapitalist münasibətləri inkişaf etdikcə Rusiyada təhkimçilik qaydaları daha da möhkəmlənirdi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik çar və mütləqiyyətin dayağı olan Zemstvo məclisləri az-az və yalnız hökumətin təşəbbüsü ilə çağırırdı. Yəni, bu cümlədən nə anladınız? Anladınız ki, əsas hakimiyyət kimin əlindədir? Çarın əlindədir. Bəli, və bu dövrdə üsyanlar da baş verir. Üsyanların əsas səbəbləri vergilərin ağırlığı, təhkimçilik qaydalarının sərt olması idi. Bu üsyanların qarşısını almaq üçün dövlət təhkimçilik hüququnu rəsmiləşdirməyə başa çatdırdı. Və yəni təhkimçiliyi 1649-cu il qanunnaməsinə görə qanunnaməsində əsasən təhkimçilik qanuniləşdirildi, rəsmiləşdirildi. Kəndlər artıq qəti olaraq feodala təhkim edildi və onlar yaşadıkları ərazini tərk edib başqa yerə gedə bilməzdilər. Bax, bu məsələyə diqqət yetirin. Bizdən soruşsa ki, bəs təhkimçilik nə vaxt yaranmışdı? Bunu götürəcəksiniz Rusiyada 15-in sonu. Bəs təhkimçilik nə vaxt rəsmiləşdirilmişdir deyəndə, o zaman deyəcəksiniz ki, 1649-cu ildə. Bəs təhkimçilik nə vaxt ləğv edilib deyəndə, biz bunu 1861-ci il kimi götürəcəyik. 1654-1667-ci ildə Rusiya ilə Reçpospolita arasında Ukrayna uğrunda müharibə gedir. Bu müharibədə 1667-ci ildə Rusiya qalib gəlir və Rusiya qalib gəldiyinə görə bir sıra ərazilər ona verilir. Hansı ki, Kiyev daxil olmaqla Dnepr çayının sol sahil Ukraynası, Belarusiyanın bir hissəsi Rusiyaya verildi. 1684-cü ildə Roma papasının təşəbbüsü ilə müqəddəs birlik yaradılmışdı. Müqəddəs birliyə daxil olan dövlətlər Polşa, Avstriya, Polşa deyəndə orada Reçpospolita olmalıdır. Reçpospolita, Malta, Avstriya, Venesiya idi. Rusiya 1686-cı ildə müqəddəs birliyə daxil oldu. Müqəddəs birliyə daxil olması Reçpospolita Rusiya arasındakı tarixi düşmənçiliyə son qoyuldu. Reçpospolita Kiyevin Rusiyanın tərkibinə daxil olmasını qəti olaraq qəbul etdi. Reçpospolita bəli. Reçpospolita pravoslavların din azadlığına təminat verir və onların müdafiə hüququnu Rusiyada olduğunu qəbul edirdi. 17-ci əsrin sonunda burada biz danışacağıq Pyotrun dövründən. Pyotr 1682-dən 1725-ə qədər hakimiyyətdə olub. Onun hakimiyyəti dövründə 17-ci əsrin sonunda Azov qalası ələ keçirmişdi. Osmanlılara qarşı mübarizə apararaq Azov qalasını ələ keçirmişdi və məqsədlərindən biri də həm Baltik dənizə, həm Qara dənizə keçmək idi və yaxud orada möhkəmlənmək idi.
Deməli, və yaxud da çıxış əldə etmək idi. Böyük elçilik göndərir Avropa ölkələrinə. Hansı ki, Avropa ölkələrinə böyük elçilik göndərməkdə Pyotrun məqsədi məhz Osmanlı ilə müharibəni davam etdirmək və bu müharibədə Avropa dövlətlərinin dəstəyini almaq üçün müttəfiqlər axtarmaq idi. Bu məqsədlə Qərbdə böyük elçilik göndərdi. Pyotr özü də deyir, elçilərin tərkibində başqa adla Avropaya gedərək gəmi düzəltmə və artilleriya işini, Avropadakı qayda qanunu dərindən öyrəndi. Pyotr elçilik nəticəsində Avropa dövlətlərindən Osmanlıya qarşı ittifaq yarada bilmir, uğursuz olur. Əvəzində İsveçə qarşı Şimal İttifaqı yaradır. Şimal İttifaqının yaranması 1699-cu il götürəcək. Şimal İttifaqına qoşulan dövlətlər Danimarka, Saksoniya, Reçpospolita və Rusiyadır. Şimal müharibəsi 1700-1721-ci ili əhatə edir. Şimal müharibəsi gedişatında baş verən Poltava döyüşü müharibənin əsas dönüş nöqtəsi olur. Poltava döyüşü 1709-cu ildə baş vermişdi, Rusiya qalib gəlmişdi. Müharibə 1721-ci ildə Niştat müqaviləsi ilə başa çatmışdı. Niştat müqaviləsinin şərtinə görə artıq Rusiya Baltik dənizə çıxış əldə etmiş və həmin müqaviləyə görə də artıq Şimal müharibəsindən qələbəsindən dərhal sonra Pyotr imperator elan olundu. Rusiyada imperiya adlanmağa başladı və mütləq monarxiya yarandı. Bir də var, sizdən soruşa bilərlər ki, Şimal müharibəsi dövründə baş vermişdir. Şimal müharibəsi dövründə baş vermişdir deyəndə biz götürəcəyik deməli Prut sülhünü. Hansı ki, İsveç kralı qaçmışdır və Pyotr da onu izləyərək gedib Osmanlı ərazisinə çıxmışdı. Və Osmanlı da mühasirəyə düşür. Və mühasirəyə düşən zaman Pyotr məcbur olur ki, 3-cü Əhmədlə Prut müqaviləsini imzalasın 1711-də. Və 1711-də imzalanan Prut müqaviləsinə görə necə ki 17-nin sonunda Azov qalasını ələ keçirmişdi, həmin Azov qalasını 1711-ci ildə Prut müqaviləsinə geri qaytarır. Bax, bu bizə lazım olacaq əsas hissələrdən biridir. Sonra idarəetmə, biz onda qeyd etməliyik ki, İsveçlə müharibəyə başlayan Pyotr islahatlar keçirmiş. Yəni, bu islahatlar nəticəsində ilk öncə belə deyək də, həm bu İsveç müharibəsi ilə əlaqədardır, həm də digər sahələrdə də bəli, islahatlar keçirir. Məsələn, biz burada qeyd etməliyik ki, Rusiyada rekrut, yəni əskər qaydasında güclü daimi nizami ordu yaradılır və tarixin ilk hərbi donanması yaradılmışdır. Rusiya silah istehsalını genişləndirmək üçün metallurgiya zavodları tikirdi və bu manufakturalarda da deyir, süngülü tüfənglərin istehsalına başlanmışdı. Buna diqqət yetirir. İdarəetmə sahəsində 1711-ci ildə Senat yaradıldı. Senatın üzvləri çar tərəfindən seçilir. İcra və məhkəmə səlahiyyətləri var idi. Sonralar dövlət orqanlarına nəzarət etməyə başladılar. Rusiyada kollegiyalar yaradıldı. Bunda diqqətdə saxlayaq. 1722-ci ildə rütbələrə dair cədvəl var idi. Bu rütbələrə dair cədvəldə 14 dənə səviyyə var və həmin ümumiyyətlə rütbələrə dair cədvələ biz də nəzər yetirəndə görürük ki, vəzifələr artıq ailənin nəcibliyinə görə yox, şəxsi qabiliyyətə görə tutulurdu. Və dini islahatda kilsə dövlətə tabi edildi. Mədəni sahədə ilk dəfə teatr, qəzet, Dövlət Kitabxanası Elmlər Akademiyası yaradıldı. 1714-cü ildə yazı və həndəsəni öyrənməyənlərə ailə qurmağa qadağan edən qanun qəbul edildi. Xarici ticarət də xeyli genişləndi və xaricdən gətirilən mallar üzərində yüksək gömrük rüsumu qoyulmuşdur. İkinci Yekaterina dövrünə diqqət yetirir. 1762-96-cı illər əhatə edir. Yekaterina dövründə quberniya islahatı keçirildi. Zadəganlar haqqında fərman verildi. Fərmana görə zadəganların hüquqları qorunulur. Onlar cismani cəzalardan azad olunur. Onlar torpaq, kəndli üzərində, yeraltı sərvətlər üzərində deməli tam sahiblik hüququ əldə edirdilər. Reçpospolita Yekaterina dövründə ləğv olunaraq 3 dövlət Rusiya, Prusiya və Avstriya arasında bölünmüşdü 1795-ci ildə. Bu zamanda Latviya, Kurlandiya, Litva və bütün Belarusiya, orada Latviya olmalıdır, Litva olmalı deyil. Kurlandiya və bütün Belarusiya Rusiyaya verildi. Bax, bu hissəsi deməli bizdə səhv olaraq verilib. Orada daha doğrusu Latviya yox, Litva olmalıdır. Bəli, Latviya yox, Litva. O köhnə kitablarda Latviya var idi. Amma yeni kitablarda
Litva olmalıdır. Bəli, Litva, bütün Belarusiya, Kurlandiya, sağ-sahili Ukraynası verilmişdir Rusiyaya. Belə, indi burada bizim diqqət yetirəcəyimiz məqamlardan biri nədir? Deməli, 1768-ci ildə Osmanlı dövləti İngiltərə və Fransanın təhriki ilə Rusiya müharibə elan etdi. Müharibə 1768-74-cü illəri əhatə edir. İlk dəfə Rusiya qalib gəlir, ilk dəfə Rusiya Qara dənizə çıxış əldə edir və 1774-cü ildə isə Kiçik Qaynarca müqaviləsi imzalamışdır. Kiçik Qaynarca müqaviləsinə görə Rusiya Bosfor və Dardanel boğazlarına sərbəst keçmə hüququ qazandı. Osmanlı dövləti Krım xanlığı müstəqilini tanıdı. Rusiya gələcəkdə Krımı asanlıqla işğal etmək məqsədi ilə Krımın müstəqilini tanımışdı. 1783-cü ildə Krım işğal edildi. 1787-ci ildə başlayan müharibənin əsas səbəblərindən biri Krımı geri qaytarmaq idi. 1791-ə qədər davam edir. Rusiya yenə qalib gəlir. Yassi müqaviləsi ilə başa çatır. Yassi müqaviləsinə əsasən Cənubi Buqdan Dnestr çayına qədər Yassının esindən yadda saxlayın Dnestri. Qara dənizə çıxmaq hüququ əldə etdi. Osmanlı dövləti Krım və Şərqi Gürcüstanı Rusiyanın himayəsində olmasını qəbul edir və Rusiya dövləti Qara dənizdə qəti olaraq möhkəmlənmişdir. 1-ci Aleksandrın dövründə idarəçi sistemi özbaşınalığa, zorakılığa əsaslanır və bu idarəçilik forması istibdad rejimi adlanırdır. 1-ci Aleksandrın dövründə azad əkinçilər haqqında 1801-ci ildə fərman verilmişdi. Fərmana əsasən mülkədar könüllü olaraq ödəniş alıb təhkimli kəndlini torpaqla birlikdə azad edə bilərdi və cüzi bir hissə kəndli azad edilmişdir. İdarəetmədə Avropa nümunəsində nazirlik yaradılır, siyasi məhbuslar əfv edilir, zadəganların hüquqları bərpa olunur. Təhsil sahəsində elm və təhsildə yeni universitetlər yaradıldı, mətbuat üzərində senzura yumşaldıldı. Bəs 1-ci Aleksandr kimlə mübarizə aparır? 1-ci Aleksandr həm Qacar, Türk, Fransız və İsveçlə mübarizə aparmışdır. Qacarlarla apardığı mübarizə 1804-1813-cü ili əhatə edir. 1-ci Rus-Qacar müharibəsidir və Cənubi Qafqazın işğalının bir hissəsi onun dövründə başa çatır. Cənubi Qafqazın tamamı işğalı isə 1828-də Nikolayın dövründə başa çatmışdır. Qafqazın tamamilə işğalının başa çatması isə 1864-cü ildədir. Cənubi Qafqazın böyük bir hissəsi işğalı 1-ci Aleksandrın dövründə başa çatır. Eyni şey bir də təkrar deyirik. Və o İsveçlə müharibə aparaq 1809 olmalıdır. Bəli, 1809-cu ildə qeyd etməliyik ki, haranı ələ keçirdi? Finlandiyanı ələ keçirdi. 1807-ci ildə Fransız Napoleonla mübarizə aparaq Tilsit müqaviləsini imzalayır. Tilsit müqaviləsinə görə Fransa İngiltərə əleyhinə kontinental blokadaya qoşulur. Fransa Rusiyanın Şərqi Avropada böyük bir hissəsinə hakim olmasını qəbul edir. 1809-cu ildə Osmanlı ilə müharibə nəticəsində Besarabiya işğal edildi. Besarabiya indiki Moldova və Ukraynanın bir hissəsini əhatə edən bir ərazi idi. 1812-ci ildə Borodino döyüşü olur. Borodino döyüşündə Napoleon belə deyək, məğlub olaraq Moskvadan geri çəkilmişdir. Buna diqqət yetiririk. 1813-cü ildə geri çəkildi. Deməli belə 1825-ci ildə Rusiyada ilk inqilab baş verir. Bu ilk burja inqilab deyəndə isə 1905 götürür. Qərbi Avropada yürüşlərdə iştirak edən rus zabitlər Rusiyada həyat şəraitinin, dövlət idarəçiliyinin Qərbi Avropa ölkələrindən fərqli olduğunu və yaxud da çox geri qaldığını görür və Avropada kapitalist münasibətlərin inkişaf etdiyini, elmi texniki baxımdan inkişaf etdiyini görərək düşünürlər ki, niyə də bizim ölkədə olmasınlar və onlar özbaşınalıqla idarə edilən idarə üsulundan, zorakılıqla idarə edilən idarə üsulundan, idarəçilikdən və təhkimçilikdən narazı idilər. Və onlar ona görə Nikolayın hakimiyyətə gəlməyinin qarşısını almaq istəyirdilər. Və bunun üçün də dekabristlər üsyanı baş verir və uğursuz olur. Çünki ləng tərpənirlər və 1825-də də Nikolay bunun qarşısını alır və hakimiyyətə gəlir. O istibdad rejimi ilə dövləti idarə etməyə davam edir. İdarə etməyə başladı deyir. Deməli, hansı ki, hər şeyin üzərində nəzarət qoyuldu, bürokratiya bərqərar olundu. Bürokratiya ali məmurların və hakim təbəqənin müdafiə edən bir sistemdir, unutmayaq bunu. Məktəblərdə, universitetlərdə nəzarət aldı, kitablar üzərində senzura qoyuldu, elm adamların Avropaya getməsi qadağan olundu. Yalnız zadəgan və məmur övladlar təhsil ala bilərdilər. 19-cu əsrin 30-40-cı illərdə də ölkədə sənaye çevrilişi başladı. 1-ci Nikolay xarici siyasətdə yenə Qacarlarla, Osmanlılarla müharibə aparmışdı
1829-cu ildə Qacarlarla 1828-ci ildə müqavilə bağlamış və Qafqazın işğalı başa çatmışdı. 28-29-da Osmanlıla müharibə aparıb 29-da Ədirnə müqaviləsi imzalamışdı. Müqaviləyə əsasən 84 min erməni köçürmüşdü. Krım müharibəsi 1-ci Nikolayın dövründə başlamış, 2-ci Aleksandrın dövründə başa çatmışdır. Şərq məsələsinə görə Çar Rusiyası İstanbul və Boğazları işğal etmək istəyirdi. Bu vəziyyət Qərbi Avropa dövlətlərinin maraqlarına uyğun deyildi. Müharibə 1853-cü ildə Osmanlı tək vuruşmur. Osmanlı müdafiə edən ölkələr İngiltərə, Fransa və Sardiniya idi. Rusiyaya qarşı vuruşurdular. Rusiya burada məğlub oldu və 1856-cı ildə deməli Krım Paris müqaviləsi ilə başa çatdı. Və Paris müqaviləsi ilə başa çatır. Rusiya artıq bu Paris müqaviləsindən sonra öz geriliyini hiss edir, elmi-texniki baxımdan geri qaldığını bilir və başa düşünür ki, görəsən mənim geriliyim hardadır? Gerilik haradaydı? Əlbəttə ki, ölkədəki təhkimçilik, feodal qaydalarının mövcud olmasındaydı əsas gerilik. Və artıq qərara gəlirlər ki, təhkimçiliyi ləğv etsinlər. 1861-ci ildə təhkimçiliyin deməli ləğv edilməsi haqqında qərar qəbul olunur və təhkimçilik ləğv edir və böyük islahatları keçirməyə başlayır. Yəni burada təhkimçilik də o böyük islahatların tərkib hissəsidir. Lakin görünən odur ki, dövlət düzdür kömək edirdi ki, kəndli öz torpağını alsın. Ona 49 il ərzində o torpağın pulunu dövlətə qaytarmalıydı. Amma hər bir halda kəndli yenə də öz torpağının tam sahibi ola bilmir və bu hadisə 1881-ci ilə qədər davam etmişdir. Bəli, 1881-ci ilə qədər davam edir və müvəqqəti mükəlləfiyyətli kəndli kimi qalır və Rusiyada müvəqqəti mükəlləfiyyətli kəndli 1881-də ləğv edilir, Azərbaycanda isə 1912-də. 1864-də seçkili idarə orqanları hansılardır deyəndə biz bunu Zemstova götürürük, şəhər idarəsini götürürük, seçkili orqan hesab olunur. O cümlədən məhkəmə də hakimlər seçki yolu ilə seçilirdi, buna da diqqət yetirək. Zemstova seçkili özünü idarə etmə orqanıdır. Deməli, Zemstova təsərrüfat və mədəniyyət məsələlərinə baxır. 1864-cü ildə məhkəmə islahatı keçirildi. Məhkəmələr açıq keçirilməli idi. Bütün təbəqələr qanun qarşısında bərabər idi. Hakimlər seçki yolu ilə seçilirdi. Məhkəmə hökumətdən asılı olmaması ölkənin hüquq sisteminin möhkəmlənməsinə xidmət edirdi. 1870-ci ildə şəhər əsasnaməsi təsdiq edildi. Şəhər əsasnaməsinə görə daşınmaz əmlaka malik olmayan bütün təbəqələrin nümayəndələri şəhər dumasında seçkilərdə iştirak edə bilərdi. 1874-də hərbi islahat keçirilib. Buna diqqət edin, ümumi hərbi mükəlləfiyyət tətbiq edilmiş, hərbi xidmət müddəti azaldılmışdı. Universitetlərə muxtariyyət verilmişdi. Mədəniyyət sahəsində mətbuat və nəşrlər üzərində nəzarət zəiflədi. 2-ci Aleksandrın xarici siyasəti 1871-ci ildə Londonda keçirilən konfrans nəticəsində Rusiya Qara Dəniz donanma saxlamaq hüququnu yenidən qazanır, əldə edir, bərpa edir. 1877-78-də onun dövründə Rusiya-Osmanlı müharibəsi baş verir və yenə Rusiya qalib gəlmişdir. Lakin San Stefano müqaviləsinin şərtlərinə yenidən harda baxılmışdı? Berlində. Bu hissəyə diqqət yetirərsiniz. Qafqazın işğalı zamanı Berlin Konqresinə Osmanlı dövlətində baxacaq. Qafqazın işğalı zamanı Şimali Qafqazda Şeyx Şamilin başçılığı ilə dağlı hərəkatı yatırıldı. 1864-də Şeyx Şamil Qafqazın işğalı başa çatdırdı və Şimali Qafqazın işğalı 1859-da başa çatmışdı. 3-cü Aleksandrın dövrü milli və dini zülm güclənmişdir. Ruslaşdırma siyasəti gücləndirilmişdir. Qeyri-rus xalqlara qarşı təzyiqlər artmışdı. Qazan, Tatar, Başqır, Çuvaşlar xristianlaşdırıldı. Yahudilərə qarşı qətliam və qırğınlar törədildi. Məhkəmə Zemstova islahatları, hüquqları məhdudlaşdırıldı. 3 Aleksandrın dövründə qeyri-rus xalqlara qarşı yenidən siyasətə görə Rusiya Xalqlar Həbsxanası adlandırıldı. 2-ci Nikolay 1894-1917-də hakimiyyətdə olmuşdur. Onun dövründə Rusiyada imperator monarxiya qarşı mübarizə gücləndi. 19-un sonu 20-nin əvvəlində iqtisadi böhran Rusiyaya təsir etdi. Xarici kapital azaltıldı. Bir çox fabrik və zavodlar fəaliyyətə başladı.
1904-1905 Rusiya-Yapon müharibəsində məğlub olması Rusiyanın beynəlxalq nüfuzunu sarsıtdı. Unutmayaq, 1905-ci ildə 1-ci Rus inqilabı başladı. Peterburqda nümayişçilərin gülləbaran edilməsi nəticəsində inqilabın başlamasına səbəb oldu. İnqilabın təsiri ilə xalqların milli azadlıq hərəkatının qarşısını almaq üçün Çar hökuməti milli və dini qarşı durmalar törətdi. 1905-ci ildə 2-ci Nikolay bəyannamə elan etdi. Bəyannaməyə əsasən vətəndaşlara söz, mətbuat, vicdan, yığıncaq azadlığı verildi və Dövlət Duması çağırılmalı idi. Dövlət Duması məhdud qanunvericilik səlahiyyətlərinə malik idi. 1906-cı ildə Pyotr Stolypinin baş nazir təyin edildi. Stolypinin islahatına görə kənd icmaları ləğv edildi. Aqrar islahatın məqsədi kənd çıxışlarının qarşısını almaq və kəndlər arasında çarizmə sosial dayaq yaratmaq idi. Kənd icmaları ləğv edildi. Xüsusi mülkiyyətçiliyin inkişaf etdirilməsi əsas götürüldü. İslahat nəticəsində torpaqsız kəndlər Sibir, Altay və başqa ərazilərə köçürüldü və belə. Bu da sosial təbəqələşməni gücləndirdi.